Adını yaza bilməmsən. Deyir, hansı sözdə cingiltli samit işlənməmişdir? Hansı sözdə cingiltli samit işlənməmişdir? Yadında saxla, əgər cingiltli çar samitləri soruşursa, o dəqiqə sözlərin hamısının tələffüzünü yazırıq. Bax, asta tələffüz olunur asta kimi. Orada d var deyə tələffüzdə biz götürmürük. Sıravi, burada sıravidə r var cingiltli, düzdür? Baxırsan sən testə. Testə baxırsan, hə, bax testə. C-də şaftalı. Tələffüz olur şaftalı, həm d var, həm l. İkisi də cingiltlidir, götürmürük. Sonra Y-də saman. Tələffüzündə m da var, n da var. M ilə n da bilir ki, cingiltli sonor samitlərdir. Götürmürük. Şəfəq sözündə, şəfəq q ilə yazılsa da, tələffüzü olacaq şəfəq. Orada ş da çardır, f da çardır. Şəfəq k da, yəni k səsi də çar olur. Artıq şəfəq sözündə cingiltli samit olmayacaq. Ona görə B variantını götürürük. Yaxşı? Ay, sağ ol. Sonra hansını səhv yazmısan? Deyir ki, hansı sözün tələffüzündə i hissəsi var? B. B-də i hissəsi hardan olur? Mən deyirəm kardon, tələffüzündə də olur kardon. Orada i hissəsi var, yoxdur. A-da deyir səhəng, tələffüzü olur səhəng. Ç səsi var. Bax, Y-yə bax, kəsərli, tələffüzü olur kəsərli. Qarşısında transkripsiyada, həmişə elə olanda transkripsiyada tələffüzü yaz. Olur kəsərli. X səsi olmadı, Ç səsi oldu. Şəkilçi də tələffüzdə r-ya keçdi. Müdrik sözündə, müdrik olmur i səsi. Amma C-yə bax, bəzəkli. Görürsən, tələffüzdə ç, x iştiriklə, yəni i səsi ilə ifadə olunur. Yaxşı. Başqa. 12 dəqiqə, 12-yə də baxırıq. Aha, 12-yə baxaq. 12-yə. 12-ni niyə səhv yazmısan? Heç biz o doğru yanlışa baxmayaq. Götürək, verilən cümlələrə baxaq. Sözdə necə sahib səs varsa, o qədər də heca olur. Düzdür, səhvdir. Aha. Vurğu samitlərin üzərində göstərilir. Heca isə sahib səslərin sayına görə müəyyənləşdirilir. Düzdür, səhvdir. Səhvdir. Çünki vurğu sahiblərin üzərində göstərilir, samitlərin yox. Ərəb və fars dillərindən götürülmüş alınma sözlərdə sahib səsinin uzanmasına rast gəlinir. Düzdür, səhvdir. Düzdür da, alınma sözlərdə sahib səsinin uzanmasına rast gəlinir. Uzanan sahib qoşa eynicizli sahiblər var. Onlar alınmada uzanma baş verir. Aha, sahiblərin yaranma yerinə görə 3 qrupa bölünür. Düzdür, səhvdir. Düzdür da, 3 qrupa bölünür. Bayaq demədik ki, qalın, incə, açıq, qapalı, dodaqlanan, dodaqlanmayan. Yəni, yaranma yerinə görə, əmələ gəlməsinə görə də. Bildik, niyə səhv düz oldu? Aydın oldu? Aha, sonra başqa. 13. Hansı sıradakı sözlərdə incə sahiblərin hamısı var? Hansını yazmısan? B. Bəzi döyüşlər incə sahiblərin deyir, ha. Görüşlər, incə söhbətlər. Ö də olsun, ü də olsun, ə də olsun, i də olsun, söhbətlər. Burada ö var, amma ü yoxdur. Bax, D-də ü yoxdur. Etibarlı dostlarda heç onu çıxırıq, orada qalınlar var. Yeni görür, bəzi döyüşlər.